Salam, hər vaxtınız xeyir dostlar. Bugünkü mövzumuz hərbi hava qüvvələrimizin Mi-24 döyüş helikopterləridir. Bu videoda Mi-24 helikopterlərimizin döyüş imkanları hansı səviyyədədir? Bu helikopterlər modernizasiya olunmalıdır, yoxsa yeni helikopterlərlə əvəz olunmalıdır və hansı helikopterlər alınmalıdır? Bunları müzakirə edəcəyik. Xoş izləmələr. 2010-cu ilə qədər hərbi hava qüvvələrimizin hücum helikopter parkı baza Mi-24-lərdən ibarət idi. 2010-cu ildən hərbi hava qüvvələrimizin silahlanmasına Mi-24G helikopterlər daxil olmağa başladı. Belə ki, hərbi hava qüvvələrimizin 300 seriyalı bort nömrəli baza Mi-24-ləri Cənubi Afrikanın EIT şirkəti tərəfindən Mi-24 Super Hind olaraq Mark 3 ya Mark 4 səviyyəsində modernizasiya olunmağa başlandı. Modernizasiya proqramı çərçivəsində helikopterin həm avionikası yeniləndi, helikopter gecə görüşlü elektro-optik sensor paketi və müasir kokpit ilə təchiz olundu. Bu sayədə helikopterə gecə vaxtı döyüş qabiliyyəti qazandırıldı. Helikopterin adındakı G kodlaması onun gecə döyüş imkanının olması ilə əlaqəlidir. Həmçinin helikopterin silah sistemləri dəyişdirildi. Helikopterin tank əleyhinə köhnə Şturm V raketi Ukrayna istehsalı Baryer V raketi ilə əvəz olundu. Helikopterin burun topu isə Cənubi Afrikanın 20 mm çaplı GA2 topu ilə əvəz olundu. Həmçinin buna əlavə olaraq 2010-cu ildə Rusiyadan 24 ədəd Mi-35M helikopteri sifariş verildi və bu helikopterlərin 2011-ci ildə ölkəmizə tədarükünə başlandı. Mi-35 Mi-24-ün dərin modernizasiya olunmuş versiyasıdır. Hal-hazırda hərbi hava qüvvələrimizin hücum helikopter parkına Mi-35M, Mi-24G, Mi-24P və Mi-24V helikopteri daxildir. Mi-24P və Mi-24V Mi-24 seriyasının modernizasiya olunmamış baza modellərindəndir. Hər iki helikopter günümüzün müasir döyüş tələblərinə uyğun deyil. Həm döyüş imkanları, həm özünün müdafiə imkanları zəifdir. Bu helikopterlər gecə vaxtı döyüş apara bilmir. Dərin modernizasiya ilə bu imkanları yaxşılaşdırmaq olar. Helikopterin müasir avionika və silah sistemləri və özünün müdafiə sistemləri ilə təchiz etmək mümkündür. Lakin Mi-24-lər mənəvi cəhətdən də köhnə helikopterdir. Mi-24P ilə Mi-24V 70-80-ci illərin helikopteridir. Buna görə də fikrimcə bu helikopterləri modernizasiya etmək yerinə yeni helikopterlərlə əvəz etmək daha doğru olar. Mi-24-lər hissə-hissə arsenaldan çıxarılsın və yerinə müasir, daha güclü hücum helikopteri alınsın. Doğrudur, yeni helikopterin alınması mövcudun modernizasiyasından çox baha başa gəlir. Helikopterin alınması ilə yanaşı pilotlar və texniki heyət o helikopterin kursuna cəlb olunur, baza dəyişir. Bu da ümumilikdə baha başa gəlir. Amma artıq Mi-24-lərin elə ömrü qalmayıb. Çünki yaşlı helikopterdir. Gövdəsi köhnə, mühərrikləri köhnə və digər mexaniki hissələri köhnədir. Nə qədər təmir modernizasiya olunsa da yenə də etibarlılığı aşağı olur. Buna görə də ən doğrusu əvəz olunmasıdır. Əvvəlcə hissə-hissə baza Mi-24-lər əvəz olunmalıdır, ardınca Mi-24G-lər də əvəz olunmalıdır. Çünki Mi-24G-lər təkmilləşdirilmiş helikopter olsa da mənəvi cəhətdən köhnədir. Buna görə də bütün Mi-24-lərimiz yavaş-yavaş arsenaldan çıxarılmalıdır, yerinə eyni sinifdən olan ağır sinifli, daha güclü, müasir helikopter alınmalıdır. Mi-35M-lər yeni helikopterdir. Ona görə o çox uzun illər hərbi hava qüvvələrimizin silahlanmasında qala bilər. Mi-24-lərin yerinə Rusiyadan Mi-28 ya K-52 helikopteri alına bilər. Hər ikisi də kifayət qədər güclü helikopterdir. Məncə K-52 alınsa daha doğru olar, çünki o daha üstündür.
K-52-də bu günə qədər heç bir helikopterdə olmayan ən önəmli əsas bir cəhət var. Bu pilot katapult sistemidir. Hansı ki, belə bir sistem bu günə qədər K-50 və K-52-dən başqa heç bir helikopterdə yoxdur və olmayıb. K-50 və K-52-də pilot katapult etdiyi zaman rotora quraşdırılmış xüsusi partlayıcı vasitəsilə helikopterin pərvanələri qoparaq rotordan ayrılır. Bundan sonra katapult sistemi pilotu çölə çıxarır və yuxarı qaldırır. Daha sonra paraşüt açılır və pilotlar sağ-salamat yerə eniş edir və burada itirilən sadəcə helikopter olur. K-52-nin bu özəlliyi pilotların həyatı baxımından çox böyük önəmə sahibdir. Bu helikopterdə pilotlar helikopter vurulduğu zaman partlayışdan həyatını itirmədisə ya ağır xəsarət almadısa, eynən təyyarələrdəki kimi katapult edərək sağ-salamat qurtula bilir. Həmçinin K-52 daha üstün manevrli, daha yaxşı helikopterdir. Əgər maliyyə cəhətdən də uyğun olsa, fikrimcə bütün bu özəllikləri sayəsində K-52 helikopter seçilsin. Atak Mi-24-ün yerinə yox, çünki Atak yüngül siniflidir. Mi-24 isə ağır sinifli. Mi-24-ün yerinə ağır sinifli helikopter lazımdır. Əgər hücum helikopterlərimizin ümumi sayında ciddi artım olsa, məsələn Mi-24-lərin yerinə alınan helikopterlərdən başqa əlavə helikopter də alınsa və yüngül helikopter də lazım olsa, bu halda mühərrik problemi həll olunduqdan sonra Atak alına bilər və ya da misal üçün Çinin Z-19 helikopteri də nəzərdən keçirilə bilər. Bəs bu barədə siz nə düşünürsünüz? Mi-24-lər modernizasiya olunmalıdır, yoxsa yeni helikopterlə əvəz olunmalıdır və hansı helikopterlər alınmalıdır? Bu barədə şərhlərdə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Videonu bəyənməyi, kanala abunə olmağı da unutmayın. Gələn videolarda görüşənədək hələlik.